Ehtiram müəllim, zildə oxumaqla, qışqırmağı səhv salanlara nə məsləhət verə bilərsiniz? Buyurun, meydan sizin. Valla biraz mübahisəli məsələdir. Məndə də cavab var onun. Zildə oxumaqla qışqırmaq, onu belə deyək də, əgər oxuya bilməyənlər, onu ayırt edə bilmirsə, o lazımsız bir şeydir. Zildə oxumaq da yaxşıdır. Elə oxumaq. Biri var elə oxumaq, biri var belə oxumaq, biri var elə belə. O elə belə oxuyandır. Şahnazdır, qatardır, bunu yəni tanallığı zil tanalıdır, orada oxumaq lazım, o başqa şeydir. Biri var ki, onu elə oxuyursan ki, adamın beyninə düşür, biri var ki, ondan həzz alsın. Məsələn, Xan Əminin bir məşhur şahnazı var, hamımız ona baxmışıq. Bəli. O olmasın, bu olsun filmində bir şahnaz oxuyur orada. Adam o qədər rahat gəlir ki, elə bir ki, şuru mayesini oxuyur. Bəli. Yəni o başqa şeydir, amma bir ki, əyini deyir. Təbii ki, oxuya bilən şikəsti oxuyur da, heyratı oxuyur. Oxuya bilməyən hamı bilir də, oxuya bilmir. Adam da var, çıxır zilə canı ilə əlləşir də orada.